Həftə sonu kartlardan nə qədər pullar oğurlanıb, dəyərli dostlar, dəyərli insanlar, bu kart mövzusu bitmir. Bu artıq bilirsiniz nəyə oxşadı? Bu koronavirus mövzusu, pandemiya mövzusundan betər oldu. Yəni gündəlik artıq rutin deyirlər, rutin halını alıb. Həftə sonu kartlardan oğurlanan məbləğlərə baxın. 11.750 manat, 430 manat, 403 manat, 7 manat, 51 dollar, 72 manat, bəlkə də bu 7 manat olan axırıncı çörək pulusuymuş kartında, hansısa vicdansız bir dələduzun, nətər deyirlər, bəlasına tuş gəldi. Bəlkə bu 11.000 kartında olan adam, bəlkə də onun kredit götürülmüş, borc götürülmüş, onu da bilmək olmaz. Məbləğin çoxluğunu allanmayın. Amma sizə bir şübhəli, nə bilim, qazanc təklif edən zənglər gələndə özünüzü çox bilmiş bilməyin. Açmayın o zəngləri. Mənə dünən bir qadın yazıb ki, oxşar bir zənglə bağlı 100 manat pul atmışam. Qadını yazdığı kimi deyirəm, deyir, uşağımın yetim pulusunu atdım. Yəni, ailə başçısını itirməklə bağlı aylıq müavinət alır bu adam. Və ən pisi odur ki, o adam deməli, təxminən bir 20 gün əvvəl filan mənim canlı yayınımda bununla bağlı məsləhət eləmişdi, o mənim yadımda qalmışdı. Təkrar mənə yazanda gördüm həmin adamdır. Buradan deyirsən, oradan elə bir eşitməzlikdən gəlirsiniz. Nəticə olaraq da bax, ortalıqda dəyişir.